iş yerlərinin yaradılması, sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması üçün Azərbaycanda bircə addım atılmalıdır. Bu da nədir? Bütün hakimlərə tapşıracaqsan ki, bundan sonra kiçik, orta və hətta ali dövlət məmurları tərəfindən onların qarşısında qoyulan bütün xahişnamələr, tələblər və ya təkliflər kənara atılacaq. Onların çıxaracağı bütün qərarlar qanuna əsaslanacaq. Bax, bu qanun aliliyini indiyə qədər qucaqlaya bilməyən Yeni Azərbaycan Partiyasının hökuməti ötən ay daha bir qurum yaradıblar. Güya biznes mühitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının nəzdində işçi qrup yaradıblar. 16 nəfərdən ibarət gülünc bir tərkibdir, çünki eyni məmurlardır, hansı ki bu işin öhdəsindən gələ bilmirlər, illərdir. Yaxşı, bu işçi qrup İqtisadi Şuranın nəzdindədir. Azərbaycan Respublikasının İqtisadi Şurasının bəs rəhbəri kimdir? Azərbaycan Respublikasının baş naziri, bundan başqa İqtisadiyyat Nazirliyi də var. Heç kimə lazım olmayan qurumlardır bunlar hamısı. Çünki onların bircə dənə funksiyası var. Fəaliyyəti imitasiya etmək, görüntü yaratmaq ki, biz biznes mühitini yaxşılaşdırmaq istəyirik. Belə biznes mühiti yaxşılaşdırılmır. Qanun aliliyi olmayınca heç kim burada bir qəpik də sərmayə qoymayacaq və iş yerləri yaratmayacaq. Beləliklə də Azərbaycan iqtisadiyyatı geriləyəcək. Nə qədər də təəccüblü olsa da və bir çoxlarınız üçün bəlkə də sürpriz olsa da bilin, iqtisadi tənzimləmənin birinci aləti iqtisadiyyat sahəsində deyil, hüquq aliliyi sahəsindədir. Və bunu anlamaqdan ötürü gərək sən iqtisadiyyatı idarə edərkən əməliyyatçı təfəkkürü ilə deyil, siyasətçi təfəkkürü ilə yanaşasın.